Geldi indi mini Avropaya. Belə bir şey verdilər. Bir də biletin özünü verdilər indi. Biletdə neçə idi? 23 euro 50 sent. Təxminən 47 50 manat. 50 manat. Görək. Başlayaq buradan. Nədir bu? Brüssel parlament binası. Avropa parlamentinin binası. Atomun da düz yanıdır. Belə göstərim. Balaca adamlar var. Normalde muzeyə zada çox həvəsim olmur, amma bura gəlməyə yaman istəyirdim. Fransa. Buradan davam edirik. Bura nədir bilmirəm. Neft daşları deyil 100%. Balıqlar var ya özdə. Suda balıqlar da var. Qabağına açıqlama da yazmayıblar. Ona görə bilənmədim ki, yəqin bunların qabağından keçəcəyik. Qatıra bax. Burada Danimarka. Kopenhagen'den belə bir şey eləyiblər. Nədir? Nə yazılıblar? Vikingeborg, Viking şəhəri. Görən neçəncə tam olaraq. Viking tarixini çox bilmirəm. Səkkiz ilə 11-ci əsrlər arası yazılıb burada. Burada da İsveç. Stockholm. Finlandiya. Bura nədir? Olavinlinna qalası. Himləri də qoyublar. Bilmirəm, görək. Himləri ola bilər, silməli olum. Yəni səsi. Burada Latviya. Riga. Hələ getməmişəm oralara, amma yaxında getməyə fikirləşirəm. Burada Litva. Vilnius şəhəri. Bu universitet imiş. Erasmus'tur. Geldi Hollandiya'ya. Maastricht şəhərindən gözüm seçmir. Nə binasıdır? Bu da Hönsbrück. Kastil, Kasıl'da yəqin qaladır. Burası qala. Aha, bunu az qalsın. Silirdik. Belçika. Belçika'nın özü. Bu da qaladır. Qaladır, göy görmürsünüz də, ha? Şato. Fransızca şatoymuş qala. Brüssel. Buranı bayaq gördünüz ya da birazdan görəsiniz. Bir önceki videoda da görmüş olabilirsiniz. Burada meydan.
Otmarsum. Nə şeydir? Elə bil dronla şəhəri çəkirəm. Tam elə deyil, elə bil. Həqiqətən dronla çəkirəm kimi. Alkmaar. Uşaq Hollandiyaya gəlmişik, amma bayrağı görənmədim. Alkmaar yəqin Aziya Alkmaar Hollandiya klubudur da. Alkmaar. Orada uzaqdan Eyfel görünür. Yanvar ağlı. Bu nədir? Antwerpen şəhəri. Antwerpenin meydanı. Yəqin. Orada uzaqdan Eyfel görünür. Yanvar ağlı. Bu nədir? Antwerpen şəhəri. Antwerpenin meydanı. Yəqin. Bu da Leuven şəhəri. Leuvendir. Brüsselə çox yaxındır. Buranın universiteti çox məşhurdur, Leuven Universiteti. Top universitetlərdəndir. Səhv yadımda qalmayıbsa, çox yaxşı universitet idi. Baxaq. Bu da Brugge, Bruj, yəni. Kanalları ilə məşhurdur o da. Bruj şəhəri. Əslində çox adam deyirdi ki, Brüsselə getmək istədirsə Brujə get. Yoxsa neysə Brüsseli görmək istəyirdim. Qismət olsa orada gedərik. Hətta çəkib göstərərəm sizə də. United Kingdom. Bu da görüm başımı qoyub burada çəkə biləcəm. Big Ben. Stratford-upon-Avon. Bu Shakespeare'in, aynen. Shakespeare'in yaşadığı şəhər. Tanış gəlirdi, elə dedim odur, yazılıb hə. Malta. Malta'ya bir de. Güzel. Malta qurtardı. Naydra qalasıdır. Eramızdan əvvəl 3400-cü il. Qoymağa işi tapıyıblar, bunu qoyublar. İtalya. Geldi İtalya'ya. Pisa. Pisa gölləsi. Bax məsələn də bunu yazıblar bu tərəfə. Gəlin də bu qədər get. Roma. Bu şey deyin, Fontana di Trevi, hə. O bir tərəfinə qədər getdim, elə bildiyim şeymiş. Di Trevi fontanı. Buna pul atırlar ki, qəpik atırlar, arzu diləyirlər. Hardasa səhv eləmirəmsə oxumuşdum ki, 3 milyon euro oradan gəlirləri olur dövlətin, ora atılan qəpiklərdən. Venetsiya. Çox qəşəng şəhərdir Venetsiya. Venetsiya pırsda adam əlindən tərpənmək olmur. Amma inşallah Venetsiyaya yenə gedəcəm. Çəkəcəm Venetsiyanı da. Gəldik ən vacib yerlərdən biri. Polşa. Polşa. Bura Gdansk'dır. Lech Walesa. Məşhur adamlardır. Gdansk. Solidarność. Ama yazmayıblar bu nədir tam olaraq. Buradan, belə davam edək. Görərə gəldik. Varşava mənim ikinci vətənim. Bu dəqiqə. Varşavada yaşayıram mən. Yəqin ki, videonun arasındasa əvvəldə özüm açıqlayanda demişəm. Varşavada yaşayıram. Bu da nədir? Vajenki.
Hə, elə də girib oxudum ki, elə bilmirəm. Vajenki də bu arada tualet deməkdir. Tualet sarayı kimi bir adı var. Sarayın. Varşavanın ən böyük parkıdır, bu Vajenki parkıdır. Bu da İsfayiz shoppingdir. Hə. Deməli, bu da Vajenki parkında, Varşavada yay vaxtları klasik musiqi olur, festival olur. Gündə 2 dəfə biri gəlir, məsələn, tam elə belə olduğu kimi də pianinoda Chopin çalır. 1 saat, gündə 2 dəfə insanlara. Bura nədir? Bura Ukrayna deyil. Kiyevdə deyil bu. Açıqlama yazmayıblar, amma mən bilən Kiyevdə daxı bu. Nə işi var? Hə, Ukraynaymış. Yəqin təzəlikcə qoyublar, bilmirəm. Əvvəlcədən gəlmiş olan varsa bura desin, bu əvvəl var idi ya yox. Məncə bu müharibədən sonra olunmuş ola bilər. Burada Sloveniya, Ljubljana. Bu üç körpü də maraqlı şeydir Sloveniyada. Sloveniyaya gedəcəm inşallah. Bir neçə video sonra görəsiniz. Yan-yana 3 dənə belə körpü eləyiblər. Yəni bir böyük körpü yerinə yan-yana 3 dənə körpü. Maraqlıdır. Belə bir şey gördüm, dedim bunu çəkeyim. Bursa dayday var idi. Gözlədim o qutarsın. Belə şəhərin ortasında insanlar belə yerlərdə tualetini edirlər, açıq. Böyle başını gördüm dayının. Dedim bu ne iniyor burada? Sen de böyle tuvaletleriymiş açık. Böyle. Dedim biraz da akşam çekim. Biraz ses köylüdü. Ama olsun yine de. Akşam dediğimde hava ile tam qaralmayıb ama güneş də yoktu. İnce yemeği yiyəndə restoranın çöl tərəfində yerdim. Yanımda bir dənə qaqaş əlindən kutuları düşürdü. Kutular, yani balaca kutular var əlində. Düşdü yerə. Yəni normal gəldi də mənə. Qaqaş götürdü. Elə orada dayanmağa davam elədi. Yanında da bir qız var idi. Üstündən 2-3 dəqiqə keçdi. Heç bəlkə də o qədər də keçmədi. Kutuları belə yerə düşürdü. Tuttum ki şeydir bu. Nəsə trikdir də. Əlindəkiləri yerə düşürdür. Kimsə kömək eləmək istəyəndə o yanındakı da cibinə zadına girir. Elə bir şey idi. Qaqaş adam axtarırdı pulunu şey eləməyə. Tez yeməyimi yedim. Bir dəfə də saldı. Özü düz yanımdaydılar. Yeməyimi yedim, qaçdım. Dedim nəsə ola bilər. Belə bir reels düzəldim. Gəldik waffle yerinə. Deməli waffle belə bir şeydir. Nutella, banan, bir də çörək. Görək dadı nətərdir. Bunu da yemək əziyyətdir. Amma yeyəcəyik. Yarıq. Əla. Waffle-a yerim yoxdur deyəndən 2 dəqiqə sonra mən saniyələr içində qutardı. Dəhşət qəşəng idi. Onsuz da xalına görə baxmışdım. Ən çox xalı olan buralarda buraydı. Gəldim. Əlaydı. Biraz bahadır amma 13 euroydu. Nə qədər eləyir? 30. 25-30 manat. Qiyməti bahadır. Amma dadı qəşəng idi həqiqətən. Çıxım gedim.